Bugün gənc kəşfiyyatçı şəhidimiz Samir Xudiyev Səmədoğlu'nun şəhidlik məqamına ucaldığı gündür. Allah rəhmət eləsin. Azərbaycan Türk TV olaraq özümüzə borc bildik. Biz şəhidin ev muzeyini ziyarət edəyək. Samir Xudiyev Səmədoğlu Qarabağ bölgəmizin Füzuli rayonu və onun gənc olmasına baxmayaraq şücaətindən, döyüş yolundan atası danışdı, anası danışdı. Allah rəhmət eləsin. Vətənin torpaq uğrunda canından keçən bütün şəhidlərimizə və orada onun paltarlarını gördüm. Paltarları gördüm, bir daha duyğulandım. Anası bütün giyimlərini ev muzeyində, yataq otağında belə düzənləyib, saxlayıb. Həm xatirə, həm bir övlad həsrəti. Allah şəhidimizə rəhmət eləsin. Anaya, atıya da səbir diləyirəm. Bizim hər birimizin borcumuzdur. Bu muzeyləri ziyarət edək, bu şəhidlərin əzizlərinə təsəlli olaq və burada mən medalını gördüm. Şəhidimizin vətən sevgisi, layiqli övlad olduğu medallarını gördüm. Bütün şəhidlərimizin tanış olduqca həyatı ilə görürəm ki, onların həyatında bir iz buraxdığı bir izləri olub. Cənnətdə 23 yaşın mübarək Samir Xudiyev Səmədoğlu. Allah sənə rəhmət eləsin. Bir şey xatırlatmaq istəyirəm ki, Samirin qalxı gələndə, nəşri gələndə mən də buradaydım. Biz bir yerdəydik. Hamı buradaydı. Orada Səməd atanın simasında mən bir şey gördüm. Bu çox ağır yazmışsınız, Allah sizə zərər versin. Sanki bu həyatı yaşamışsınız kimi. İnsanlar verildi, böyüşdən kiçiyə hər kəs Samir deyə göz yaşı axıdı. Komandirlərin səsi qoçaqlığından, qorxmazlığından danışdı. Mən bilməzdim ki, belə bir qəhrəman oğul böyütmüşəm. İndi səndən bizə şəkillərin və bir ömür boyu unuda bilməyəcəyimiz xatirələr qalır. Sənsiz halım pərişandır. Qəlbim şandır. Oğul deməkdən ürəyim yaralandı. Ay mənim Samir balam, səninlə fəxr edirəm. Adın gələn hər yerdə hər kəs ayağa qalxır. Ehtiramla yad edir. Səməd atanın dilində bir söz vardı. Mənim qəhrəmanım, səninlə fəxr edirəm və qürur diləyirəm. Mən Samir Xudiyevin atasıyam. Bəli, sən Samir Xudiyevin qəhrəman atası. Mən buradan birbaşa demək istəyirəm ki, əziz vətəndaşlar, əziz bizi izləyən hər bir kəs. Baxın, bu kitab, bu əsər, bu roman, bu poemalar bizim qəhrəmanımıza məxsusdur. Hər bir şəhidi bax, Alqay kimi, Raziyə kimi, Sadiq kimi və digər şəhid övladları kimi, Qızbəz xanım kimi və digər şəhid övladları kimi, yəni ümumilikdə yad etməlidir, bütün şəhidləri. Bax, burada gördüyünüz kimi 90-cı illərin şəhidlərinin həyat yoldaşlığı iştirak edir. Mən onu da nəzərinizə çatdırım ki, bax, gördüyünüz o analarınız saçlarını beyaz elədilər övladlarının yolunda. Bu xanımımız saçını ağardı. Atasız illərlə uşaq verir. 44 gün Vətən müharibəsində qəhrəmanlıqla döyüşərək şəhidlik zirvəsinə uçalan Hikmətin həyat yoldaşıdır. Sən şəhidlərimizin cənnətə kənd eləsin. Allah şəhidlərə hər zaman istəyir layiq eləsin. Bizi şəhidlərin yanında kandırmasın. Ancaq bizim ondan sonra yolumuz olur ki, onlara layiq biz həyat tərsimiz qalırıq. Çartana buyurun. Allah gəlin şəhidlərimizin məqamını uca eləsin. Almanlara, sənət qarşı Allah səbir bilsin. Allah yaxşı günlər istinət eləsin. Amin. Kərbəladan demişəm, biz şəhidimizin məkanında, evində, otağında istəyərdim ki,
şəhidimizin ruhu qarşısında bir Fatihə surəsini oxuyaq və şəhidimizə də Allah'ın salamı olsun deyə. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Rahmallahu men qarat surətil Fatiha mesela. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Amin. Errahmanirrahim. Maliki yevmiddin. İyyâken na'budu ve iyyâken nesta'in. اهدنا الصراط المستقيم صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين. بسم الله الرحمن الرحيم. قل فالله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد. اللهم صل على محمد وعلى محمد. Allah məqamını söyləsin şəhidimizə salam. Amin. Sağ olun. Allah tüm şəhidlər. Amin. Bizden şəhiddən buyurlar. Bu da şəhid atamızdır. Allah razı olsun. Şimdi gedəyim. Sizin yerlər cənnət olsun. Çok sağ olun. Allah razı olsun.